Bizim Azərbaycanımızın gəl başlayaq dahilərindən. Xaqanisi, Nizamisi, Füzulisi, Xətaisi, Nəsimisi, bunların arasında bir Allahsızı var, yoxdur. Bunların bütün əsərlərinə baxırsan qardeş, bütün əsərləri başlayır neynə? Allahı tərif, Tohiddən, Peyğəmbəri tərif, Peyğəmbərin meyracından yazırlar, öz əqidələrini ortalığa qoyurlar. Ta ki gəldi bu şeylər harada dağıldı, Sovetin vaxtında dağıldı. Mən bir dənə incə bir mətləbi sizə deyim, çox maraqlıdır. Sovet vaxtı ancaq çıxdı da, məcbur olaraq yazarlar, ədiblər, ateist ruhlu nəsə yazsınlar. O vaxta qədər xalqın içində olan, xalqın ürəyində olan, qəlbində olan Allaha, Əhl-i Beytə məhəbbətdən başqa heç şey yoxdur. Sovet ideologiyası gəldi, məcbur elədi bəzi şairləri neydən? Partiyadan yazgınən məsəl üçün. Allah rəhmət olsun, Səməd Vurğun yəni şair kimi çox gözəl şairdir. Nəhəng şairdir, heyecan vəzində. Və o bütün şeirlərində bir partiyası vardı onun da. El bilir ki, sən mənsən, o cür gözəl şeir, orada da bir dənə partiyanı salıb da, ya partiyanın eşqi ilə sən neyniyəcəksən hər bir zaman Azərbaycan var da bu şey. Amma Səməd Vurğun vaqif əsər yazır, özü də Sovetin Razqar vaxtında. Sən təsəvvür elə ki, vaqif əsəri yazır, Nizami kimi, Füzuli kimi, necə? Onlar nə ilə başlayırdı əsəri? Münacatla, vaqif əsər başlayır münacatla. Çox qəribə. Hətta biz o zaman vaxtı dostlaşına ilə bu şeydən danışanda deyirdik ki, şübhələnirik, deyəsən bunu özü yazmayıb. O dərəcədə yəni. Vidadi namaz üstə şeir deyir. Molla Vəli Vidadi ilə başlayır əsər. Molla Vəli Vidadinin namaz üstə şeir deməyi ilə başlayır. Namazını qutarıb şeir yəni dua eləyir. Hələ bir ki, namazı qutarıb təqibat kimi dua eləyir. Duanın içərisində də çox qəribə, hələ bir ki, bir İmam Zaman həsrəti var. Məsələn, Xudaya, insanın halı yamandır. Nələr çəkdiyimiz sənə əyandır. Mənası varmıdır min təriqətin? Aç qapısın sən həqiqətin. Nə olar, yeni bir işıq ver bizə, bizim kör yaranmış gözlərimizə. Bəlkə də yaxşını seçək yamandan, ta ki qansız keçən bu güzarandan, biz də ilham alıb sevinək bari, işıqlat bu dipsiz qaranlıqları. Yazıqdır dünyanın əşrəfi insan, böyüksən, adilsən, keç günahından, qoyma ki yerlərlə sürünsün bəşər, dünyada qalmasın nə pislik, nə şər, yaxşılıq insana bir sənət olsun, dünya başdan başa qoy cənnət olsun.